Ələq surəsinin ilk 5 ayəsi ilk dəfə Rəcəb ayının 27-si yer üzərinə nazil oldu. Həmən günə deyərlər məbəs günü. Yəni Peyğəmbər sallallahu əleyhi və alihin insanları Allaha, dinə dəvət eləməkdən ötürü məbus olunan gün, yəni göndərilən gün, təyin olunan gün. Həmən günü mən hər il bu sözü deyərəm. Deyərəm, əgər doğrudan da insanlar, bəşəriyyət və insanlarla nə işimiz var, özümüz, biz, əgər doğrudan da məbəs gününün əhəmiyyətini bilsəydik, həqiqətini bilsəydik, o zaman bizim bütün bayramlarımız elə məbəs günü olardı. Bizim qadınlar bayramımız da məbəs günü olardı. Bizim kişilər bayramı da məbəs günü olardı. Bizim atalar bayramı da məbəs günü olardı. Bizim analar bayramı da məbəs günü olardı. Bizim övladlarımızın günü də məbəs günü olardı. Ona görə əslində təqvimdə bütün bayramlar ləğv olub yerində bir bayram qalardı. O da məbəs günü. Çünki Peyğəmbər sallallahu əleyhi və aleyh məbus olandan sonra İnsan hər təbəqəsi ilə, hər tayfası ilə dəyər tapdı. Ölür nə ulduzlar, səninlə gecə gündüzlər ziyadır ya Resulallah.